Bu videoda özüm hakkında məlumat verəcəm. Yəni ki, mənim haqqımda bilmədiyiniz məlumatları indi bu videoda biləcəksiniz. Kanala video keçməmişdən öncə bu videoya like atmayı, abunə olmağı unutmayın. Mən bu günlərimi bir videoda atıram. Sonra 7 sık sonra 16 gün sonra 17 19 20 atacağım. Bir çəkməmiş. Mən tabağı bıraxam. Birində məlumatım deyim. Mənim adım elə bilirsiniz Kamrandır. Xeyr, mənim əsl adım Məhəmməddir. Qurana Peyğəmbər əmin olsun. Anam deməyib. Anam gel mənim adıma Məhəmməd qoyacaqdı, amma atam icazə vermədi. Kamran qoydu. Çünki onun dostunun adı Kamran idi. Nəysə Kamran qoydular. Sonra dedi ki, mamam qoymayan əsl adı Kamran qaldı. Əsl adı Məhəmməd olsun. Mənim əsl adım da Məhəmməddir. Məhəmməd Kərimzadə Məhəmməd. Peyğəmbərin adı Allah'ın salamı. İkinci məlumat istəyir. Elə bilirsin mənim ən sevdiyim YouTuber İlkin Feyziyevdir. Xeyr, mənim ən sevdiyim YouTuber Zevsdir. Heç kim onu sevmir, amma mən onu sevirəm. Çünki yaratdığı kontentlər mənim çox xoşuma gəlir. İndi də Zevsi baxıram. Prosta videonu dayandırmışam ki, bir şey söyleyeyim. Hamı onu YouTube sıralamasında 4'e qoyanda, 4'e D'ye qoyanda mən isə onu bir videoda atacağım. Sabahlarım Azərbaycan YouTube'larını sıraladığım videosu çəkirdim. O videoya da baxıb birinci TikTok'ta paylaşacağım. Sonra o videoyu indirib YouTube'a atacağım. Sonra üçüncü hatta bilmədiyiniz məlumat, mən əslində 10 yaşım var. 2016-cı ildə 28 noyabrda doğulmuşam. Yəni ki, Zəfər bayramından 20 gün sonra doğulmuşam mən. Ağdaş, onu deməyim. Üçüncü haqqda, yox, dördüncü haqqda bilmədiyiniz məlumat, mən Ağdaşda doğulmuşam, bəli. Dayım oğlu Ağdamda doğulub, mən isə Ağdaşda doğulmuşam. Yəni ki, dayım oğlu məndən bir yaş balacadır, biz dostuq. Zevs John ilə dost olduğu kimi, Kamran da Əlfəzlə dostuq. Sonra, neçəncə haqqda bilmədiyiniz mənim haqqımda məlumat. Mən əslində YouTube'a başlama səbəbim deyim nasıl. Mən bəzi videoları anamın telefonunda indi 3-cü kanalımda çox videolar çəkirəm. Anamın telefonunda çəkirdim. Dedim, anamdan icazə aldım ki, bir dənə shorts videosu. Sonra mən videoları kayd elədim. Elə videolar paylaşdım. Səhər saat 5'dən dururdum, videoları paylaşırdım. Öz-özümə like atırdım, öz-özümə abunə olurdum. Bütün qovma hemrəvə mənə 21 abunə gəldi. Bu ikinci kanalımda isə 7 abunə gəldi. Sonra 6-cı haqda bilmədim. 6-cı yerdə haqqında bilmədiyiniz məlumat isə mən 6 yaşımdan futbola baxmışam. Mən Ronaldo fanıyım. Bilmədikləriniz üçün mən Ronaldo fanıyım. Messi'ni heç sevmirəm. Çünki hamıya o dis atırdı. 7-ci haqqda bilmədiyiniz məlumat isə nə deməm? Nədir? Deyəm dəqiqə. Mən niyə 2-ci kanal açsam? Çünki mən evdə tək qalıram. Ailəmlə deyəndə, əlaqə saxlayan birlərdən telefon aldım. Onlar da icazə verdiyinə görə icazə verdiklərinə görə mən də YouTube çəkmək istədim. Birinci videomda elə 15 sentyabr haqqında məlumat verdim. O video
için Fezif 15 sentyabrdan aldığı videosu paylaştı. Ondan sonra ona uygun olarak o videomu paylaştım ve benim Instagram, TikTok, YouTube sayfamda follow edebilirsiniz. Ha. 8. Ha, 8-ci yerdə aslında mən təbii videolarında telefondan istifadə edirdim. Mən belə kompüterim yoxdur, ona görə mən telefondan istifadə edirəm və sizə göstərəcəm. Yəni görürdüm. Mən Instagram və TikTok sayfalarına baxmırdım. Mən ancaq YouTube sayfalarına baxırdım. Heç bir YouTuber mənə heç nə demirdi. Nədir onun adı? Deyirdilər yoxdur, sonra YouTube'dan hamı baxacaq. Yəni ki, o videoları partladım. Keşabakinski, İlkin Feyziyev. Sonra uşaqlıq şəkillərimə baxdım videosu. 2025 şəkillərinə baxdım videosu. Hamısı partlayıb da. O sizlər də dərsimi oxudum. Videosu 45 baxış əldə edib. 45 ha. Sonra mən 10 dənə nə danışacaqdım mən? Hə. Ancaq da məndən haqqında bilmədiyiniz məlumat isə mən o videolarla özüm elə bir şey düşünməmişdim də. 15 sentyabra qədər mən 7 video və 47 dənə short videosu çəkdirə bildim. Ne diyeyim, bu mən biraz həvəsimi öldürsə də eyb yox. Bir ay içərisində mən 54 video paylaşdım. Mənə short videolarından bir yerdə. Mən videoları Kim Feyziyevdən, Zeyesdən və Fərəcdən götürürəm. Çünki onları ən yaxşı YouTuber olduqlarına görə mən də dedim ki, mən videolarımı partlayayım. Uşaqlıq şəkillərimə baxdım videosunda. Dedim ki, mən uzun dəqiqəli video atım. İlk videomda oldu, 4 dəqiqə 32 saniyə, onu partlayıb da videom. Fərəc o videomu paylaşdı. Sonra dedim ki, bir ay sonra mən də yeni videomu paylaşdım. Mənim baxışım nəsə biraz çox oldu. Və 11-ci mənim haqqımda bilmədiyiniz şey, mən əslində sinif əlaqəsi. Prosto ki, arada səhvləri buraxmasam, qaralamasam, qəşəng əlaçı olaram, onsuz da əlaçıyım. Like at, abunə ol, bildirimləri aç, belə videolar canında xəbərdar ol. Hadi. Ha, 12-ci haqda bilmədiyiniz şey, mən əslində deməkdən öldüm. Nə deyəcəkdim mən? Mən əslində Bakıya bir ildə gəlmişəm. Və 13-cü haqda mənim haqqımda bilmədiyiniz şey, mən 4-cü sinifdə və 9 yaşım var. 10 yaşım yox, 9 yaşım var. Və güclü ilə deyirəm, bu günlərimdə 84 bal yığdım. Kəsəqədən həvəs artırırdı. Hər bir video atdıqca həvəs görürəm. Allah. Nədir? Bir an suyun halına bax. Hə. 14-cü haqda bilmədiyiniz şey. Mən əslində birinci Fərəc çıxardım. Və İlkin Feyziyevi mən bir videosunda tanıdım. O da imtahan videosunda. Deyir ki, mən oxumadım, eləmədim, 643.000 izləyən videosu var. O videonu deyirəm. O videodan sonra dedim ki, İlkin Feyziyev şey var. Baxdım videodan, marağa gəldim. Mənə də bilirsiniz də.
Bir videoya baxan kimi o bir video. Ala elə mən Elçin Feyzov falan oldu. Sonra gördüm ki Zevs qabağıma çıxdı. Ha, Zevs bu videoya baxırsansa nə olar bir dənə like atma və bu videoya bax nə olar. Çünki mən summativ düşdü. Summativdə də adımız Zevs yazdım. Ha, nədən nə deyirdim bundan? Ha, sonra Zevs çıxdı. Zevs'in videolarına baxdım, hava sıçradım yana onu çağırdım. Mən Zevs'e də istəyirəm, Zevs'e də baxıram sənin. Yəni 15-ci haqqda bilmədiyiniz şey mən əslində uşaq olanda bir yaşımda yeriməyi öyrənmişəm. Yəni ki videomuz bu qədər idi. Salamat qalın. Bu videoya like atıp abone olmayı unutmayın. Sağ olun, salamat qalın.